Biz deyir vergi tətbiq edilir. Tıxac vergisi. Yadınıza gəl, mən burada deyirdim. Tıxac vergisi olacaq. Demişdik, amma nəfəs oldu. vergisi olacaq. Papaq vergisi olacaq. Ayaqqabı vergisi olacaq. Demişdik bunu. Gəlirlər ya. Londonda var. Parijdə var. Washingtonda var. Lap yaxşı, mən də Londondakı maaşdan istəyirəm. Londonda partiya sədri dövlət təhlükəsizlik xidməti qoruyur, dövlət xidməti maşın verir, dövlət illik ona aylıq belə deyək, o qanunvericilikdə tutmuş bizə su pulu yox. Milyonlarla pul ayırır, məsələn öz sayımdır. Ayır onu, mən də verim də sənə. Düzdür ya yox. Dövlət Londonda müəlliminə, saatına nə qədər verirsən, nə qədər verirsən. Dövlət taksi sürücüsünə nə qədər verirsən, nə qədər verirsən. Almaq lazım olanda Avropa standartları, amma vermək lazım olanda Afrika qanunlarıdır. Yenə London, Washington, Paris, Belçika. Belçika ilə nə qardaş, Belçika, Benelux deyirlər. Avropanın ən inkişaf, Avropa inkişaf eləmiş ölkələr. Onun da içində ən inkişaf eləmiş bu Benelux dediyimiz ölkələrdə. Onlardan nümunə gətirirlər bizə. Qardaş, gəl maaşımızı da nümunələ də, gəl qanunumuzu da nümunələ, hüququmuzu da baxın. Bizim vəzifə öhdəliklərimizin hamısını orayla müqayisə ilə, hüquq və azadlıqlarımızısa Afrika ilə, nə bilim Mozambik ilə, Cibuti ilə filanla, keçən mən dedim də Vüqar İskəndərov, Vyetnam Komünist Partiyasından filanla beşməkanla müqayisə edirlər. Təklifim var, yağış vergisi. Yağış vergisi nədir? Bu keçən baxdım, Avropanın bəzi ölkələrində öz həyətyanı sahəni əgər kiremitliyisənsə, yağışın torpağa hopmasının qarşısını aldığın üçün həmin kvadrat metr qədər vergi verirsən. Tətbiq eləyin. Gör nə qədər pul yığılacaq. Gör nə qədər insan evinin qabağına tamet vurub. Hələ məzarlıq vergisi də ola bilər. Belə eləməli. Məzarlığı zaten birisi də pulla satılır bələdiyyələr. Bunu da deyim burada. Ayıbdır. İnsanlar öz dərdinlə dərdlənməyə əvəzinə ölüsünə yeri gedib pulla alırlar. Ayıbdır bu. Qohumlar aralarında pul toplayırlar. Ölənlər üzərində indi təklif edirəm. Bu az, bir dəfəlik olmalıdır. Aylıq olsun. Arenda kimi. Kira al, ayda getsin, qəbir gəlsin, arenda versin ki, yoxsa çıxardın qəbrini, qoyun ortaya. Ben deyim ki, arenda, bəzi Avropa... İcəyə verməyim, bəy, qorxutmayın bizi. İcəyə verməyin. Hətta mən Avropa ölkələrindən nümunə də gətirərəm, əsaslandırmaq o da axı. Hansı Avropa ölkəsində, hansı ağıldan kəm onu eləyibsə bizdə də. Bizim etalonumuz Avropa.